Sen gözde sen ayıq sürücü çağır. Sen. Gecə saatlarında baş verən bu anlaşılmazlıq haqqında birazdan danışacağım. İndi isə bu vəziyyətin necə yarandığını izah edim. Əvvəlcə Bakı-Qazax yolunun 6-cı kilometrlikdə, yəni Yasamal rayonu ərazisinə düşən hissəsində müşahidə etdik ki, yolun hərəkət hissəsində Mercedes markalı avtomobilinin qarşısında bir nəfər yerə uzanıb. Ancaq ilk baxışdan çəkiliş qrupu olaraq bunun sürət həddi saatda 110 km olan yolun ortasında piyada vurulması ilə nəticələnən qəza kimi qiymətləndirdik. Yaxınlaşdıqda isə vəziyyətin fərqli olduğu ortaya çıxdı. Avtomobilin işlək vəziyyətdə olması içərisində isə sürücünün olmaması və yerdə olan şəxsin xəsarət almadığını görüncə ona yaxınlaşmalı olduq. Özünə yatmaq üçün yumşaq yatağı deyil, asfaltın üzərini seçən şəxsi oyatmaq o qədər də asan olmadı. Kardeş. Selamünaleyküm. Bir de oyanın zəhmət olmasın. Oyanın zəhmət olmasın. Köməkliyimiz sayəsində ayağa qalxan şəxsə fürsətdən istifadə edib suallarımızı ünvanlamağa çalışdıq. Məlum oldu ki, o elə Mercedesin sürücüsüdür. Sərxoş olduğunu isə belə izah edir. Bax, yolda niye yattınız onda? Afrikada içtim çünkü Afrikada vəziyyət zor idi. Baxın bağla, çünkü vəziyyət zordur. Qorxmurdunuz, bax, sərxoş olub avtomobildə oturursunuz. Eləşməkəm ki, Afrikada. Sürücünün anlaqsız vəziyyətdə olduğunu başa düşdük. Avtomobili təhlükəli yerdə saxladığından, o cümlədən nəqliyyatın hərəkətinə təhlükə yaradan sürücüyə yardım göstərməyə çalışdıq. O isə bizlə əlbəyaxa mübahisə etməyə can atdı. Sen gözde sen ayıq sürücü çağır. Sen. Məhz buna görə də hüquq mühafizə orqanlarına məlumat verdik. Bu zaman isə o kör təbii olaraq avtomobili idarə etməyə çalışdı. Buna isə təhlükəli olsa da müdaxilə edə bildik. Gözde. Gözde bir dakika. Asağa çıkar. Başın olsa sönür. Sakla, sakla. Az keçmədi ki, əraziyə yol patrul xidmətinin əməkdaşları gəldi. Çəkiliş apardığımız müddətdə bizə mane olmağa çalışan sürücünün Şərif Nuriyev olduğu müəyyən edildi. Polisin ilkin müayinəsi zamanı sürücünün sərxoş olduğu ortaya çıxdı və yol patrul xidmətinin əməkdaşlarının işini çətinləşdirdi. Buna görə də Qaradağ rayon polis idarəsinin post patrul xidmətinin əməkdaşları əraziyə gəldi. Bundan sonra sürücü sərxoşluğun dərəcəsinin müəyyən edilməsi üçün məntəqəyə aparıldı. Avtomobil isə cərimə meydançası ilə təmin edildi.